ilə Ukrayna arasında atəşkəsin əldə olunması istiqamətində səylər davam etdirilir. Böyük Britaniyanın baş naziri Keir Starmer hesab edir ki, rəsmi Moskvadan atəşkəsə dair konkret razılığın ifadə olunmaması Rusiyanın atəşkəs danışıqlarına gəlməyəcəyi kimi xarakterizə olunmamalıdır. Birləşmiş Krallıq Rusiyanın tez ya da geç danışıqlar masasına gəlməli olacağını düşünür. Artıq bu məqsədlə Kremlə qarşı təzyiq mexanizmləri işə salınır. NATO-ya üzv olan ölkələrdən 25-i Kiyevlə Moskvanı bir araya gətirmək üçün sanksiyaları artırır. Hələlik sözü gedən alyans üzvlərinin adı açıqlanmasa da artan təzyiqlər və yeni sanksiyalar paketi Rusiyaya qarşı məcbur etmə siyasətini tutmuş ölkələri müəyyənləşdirməyə imkan verəcək. Hələlik isə Böyük Britaniya Birləşmiş Ştatların yardımlarına arxalanmağı seçir. Birləşmiş Krallıq Rusiyanı Ukraynaya qarşı yeni hücumlardan çəkindirmək üçün Vaşinqtonun köməyinə alternativin olmadığı qənaətindədir. Analitiklər hesab edirlər ki, baş nazir Starmerin son açıqlaması əslində Ağ Evin dəstəyini ala bilmək məqsədi daşıyır. İngiltere burada Avrupa'yı kaybetmeme, Amerika ile diyalog konusunda arabulucu olmak ve İngiltere tarafından yeni dünya sisteminde bir güç ve hegemon yeni sistem Batı liderliği konusunda birçok konu üzerinden değerlendirilebilir. Ancak Steinmeier'in bu yapmış olduğu hamleler pek de inandırıcı olmadığı hatırdan çıxartılmamalıdır. Birləşmiş Ştatlardan müvəqqəti atəşkəsə nail olunacağına dair müsbət siqnallar davam edir. Trumpın xüsusi elçisi Steven Witkoff'la Rusiya prezidenti Vladimir Putin arasında baş tutan qapalı görüşün məhsuldar olduğu açıqlanıb. Analitiklər isə hesab edirlər ki, görüşün müsbət keçməsi Birləşmiş Ştatların Rusiyanı razı sala bildiyi anlamına gəlmir. Burada Rusiyanın da öz şərtlərini Vaşinqtona diktə edə bildiyi göz ardı edilməməlidir. İndiyə qədər Trump administrasiyası Vladimir Putinə bir sıra güzəştlər eləyib. Artıq açıq şəkildə ifadə olunur ki, Ukrayna ərazisini güzəştə getməli olacaq. Trump Rusiyaya böyük yeddiliyə yenidən qayıtmasını təklif edib. Bütün bunların fonunda Ukraynaya təzyiqlər göstərilir ki, atəşkəs müqaviləsi qəbul olunsun. Fikrimcə, Putin bu müqaviləni imzalamalıdır. O istədiyini əldə edib, buna baxmayaraq hələ də daha çoxunu tələb edir. Rusiya atəşkəs müqaviləsini imzalamazdan əvvəl daha çox güzəştlər istəyir. Düşünürəm ki, bütün bunlar Rusların diplomatik gedişlərinə uyğun olan bir addımdır. İndiki şəraitdə NATO ölkələrinin tətbiq edəcəyi sanksiyaların Rusiyanın gözünü qorxuda biləcəyi inandırıcı deyil. Buna səbəb Trumpın mütəmadi olaraq alyansı ölkəsini üzvlükdən çıxara biləcəyi ilə bağlı təhdid etməsidir. İndiki şəraitdə Rusiya-Ukrayna müharibəsinin taleyi Ağ Evin yeni administrasiyasından asılıdır. Zeynəb Mirzəyeva, Real. Огонь!